Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bakıda oğul anasını öldürüb. Sfera AS xəbər verir ki, bu barədə Trendə faciə baş verən ailənin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24 saat 11 radələrində Maştağa Südçülük Sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirir. Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qaynanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. Baş prokurorluqdan Trendin sorğusuna cavab olaraq bildirilib ki, şübhəli Emil Ağayev saxlanılıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi açılıb.